İbn Ömer radıyallahu anhu deyir ki, Peygamber sallallahu aleyhi ve sellem dedi ki, sizin misalınız, yani Müslümanların sahabelere hitap edir. Deyir ki, sizin misalınız sizden əvvəlki kitab verilmişlərin misalı ilə, yəni müqayisəsi ilə belədir ki, elə bir ki, bir kişi muzlu işçi tutub özünə və onlardan bəzisini işlədir səhər tezdən gün ortaya kimi və bəzisini və ona bir qirat verir mükafat olaraq. Qirat Uhud dağı qədər olan bir mala misal çəkiblər. Onları işlədir səhərdən gün ortaya kimi qirat verir onlara. Onlardan ikinci dəstəni işlədir gün ortadan əsr vaxtına kimi. Ona da qirat verir. Və sonra deyir ki, sallallahu aleyhi və səlləm, sonra digər dəstəni isə əsrdən günəş batana kimi işlədir, onlara 2 qirat verir. İtiraz edir o 2 dəstə. Deyir ki, biz onlardan çox işləyirik vaxt olaraq. Bizə 1 qirat verdiniz, onlara 2 qirat verdin. Deyir ki, həmin o kişi onlara, məgər sizin haqqınızdan kəsdim nəsə? Deyirlər ki, xeyr. Deyir ki, bu da mənim lütfümdür, istədiyimə verirəm. Peyğəmbər s.ə.v bunu nəyə misal çəkir? İslam ümmətinə verilən mükafat digər ümmətlərə verilən mükafatdan qat-qat artıqdır. Baxmayaraq etdikləri əməllər azdır. Ona görə gəlib başqa bir hədisdə, Bəra radiyallahu anh hədisində deyir ki, Peyğəmbər s.ə.v-in yanına bir kişi gəldi, dəmirə bürünmüş, yəni zirehə bürünmüş. Dedi ki, ya Rasulullah, döyüşüm yoxsa İslamı qəbul edim? Dedi ki, İslamı qəbul et, sonra döyüş. İslamı qəbul edir, döyüşür, ölür. Deyir ki, sallallahu aleyhi və səlləm, əmilə qalilən və əcərə kəthirən və ucirə kəthirən. Az əməl etdi, lakin çox savab aldı. Bu da bu ümmətin xüsusiyyətindən.